Quranda vəd edilmiş torpaq anlayışı, ilahi seçilmişlik, sınaq və ədalət prinsipi. Giriş. Quran-ı Kərimdə vəd edilmiş torpaq ifadəsi adətən İsrail oğulları ilə əlaqələndirilən bir anlayış kimi qəbul edilir. Bu mövzu dini və siyasi təfsirlərdə tez-tez manipulyasiya predmetinə çevrilsə də, Qurani mətnin daxili məntiqi ilə təhlil edildikdə onun əsl mənası ortaya çıxır. Bu, etnik və ya milli üstünlük deyil, ilahi sınaq, məsuliyyət və ədalət prinsipinin təzahürüdür. Bu məqalədə mövzunu lap əvvəldən, ilahi seçilmişlikdən başlayaraq, məntiqi ardıcıllıqla izah edəcəyik. Quran ayələrinə əsaslanaraq anlayışın teoloji, tarixi və fəlsəfi ölçülərini sadə, lakin akademik üslubda təqdim edəcəyik. Təhlil yalnız Quran mətninə əsaslanır. Xarici təfsir ənənələrinə istinad edilmir. 1. İlahi seçilmişlik və kitab verilməsi. Məsuliyyətin əsası. Quranda kitab verilənlər, əhlülü kitab ifadəsi Allahın müəyyən qövmlərə vəhy göndərməsini bildirir. Bu, sadəcə bir imtiyaz deyil, böyük bir məsuliyyətdir. Quran ayələrindən görürük ki, kitab hər qövmə verilməmiş, yalnız seçilmiş ümmətlərə nəsib olmuşdur. Bu seçilmişlik ilahi əhdin bir hissəsidir və toplumun davranışını birbaşa Allaha qarşı cavabdeh edir. Məsələn, Əl-Bəqərə surəsində 40-41-ci ayələrdə İsrail oğullarına xitab edilir. Ey İsrail oğulları! Sizə verdiyim nemətlərimi xatırlayın və mənimlə olan əhdinizi yerinə yetirin ki, mən də sizinlə olan əhdimi yerinə yetirim. Burada seçilmişlik, ədalətli həyat qurmaq, haqqı qorumaq və yer üzündə ədaləti bərqərar etmək məsuliyyəti ilə bağlıdır. Kitab verilməsi toplumun imtahanını artırır, çünki bilik məsuliyyət gətirir. Əgər bu məsuliyyət pozularsa, cəza qaçınılmaz olur.